Xanımlar, belə bir dəst göstərmək istəyirəm. Deməli, xonça üçün e, alıblar. Baxın, bu dəsti göstərmək istəyirdim və ətraflı məlumat vermək istəyirdim ki, qarşıdan bayramlar gəlir. Bəlkə kimsə də yığdırmaq istəsə, bizdə münasib qiymətədir və endirimlər olur. Baxın, deməli, bu xonçaya nə aiddir? Bu xonçanın içi 210 manat civarında tutubdur. İndi bir-bir məhsulları göstərmək istəyirəm. Məhsullar hamısı Fabirlik şirkətinə aiddir. Başqa firmankini istəmədilər. Ancaq Fabirlik istədilər. Yəni bax bu tem paletidir. Tem paletini göstərmək istəyirəm. Həm zərri içində var, həm də mat. Çox qəşəng, həm də sumkaya da yerləşir balaca belə. Qəşəng bir tin. Deməli, belə aloylu nəmləndirici krem. Bu rumyanladır, yüngül rumyanla. Biraz içində rozosu var. Bunu həm pudra kimi, həm tonalni kimi istifadə etmək olar. Bu kuşondur. Yəni həm pudra kimi, həm tonalni, ancaq çox qəşəng örtücülüyü var. Və yüngül tonalində, yay fəslinə uyğun olan tonalində götürüb xanım və tərkibi vitaminli, fluid olandır. Yəni vurulur yüngül teksturlu. Bunu seçdi. Sonra belə konsiler seçib kollagenli. Bunun özün qubqası da var burada. Nəmləndirici bir dənə maska xonçaya aid. Sonra bir dənə belə pudradır. Bir dənə belə pudradır. Kuşonu göstərə bilmədim, aça bilmədim. Çünki kuşonun ağzı bağlı olur. Bunu açmaq olmur da. Burada vakuumdan bağlıdır. Belə göstərdim. Bax, görürsünüz, bağlıdır. Yəni bir kuşon, bir də belə bir pudra yay fəsli üçün seçdi, nəm dəri üçün. Bu da bunu elə bir ki, qubqanı nəm vursaq, bu həm də tonalniyə çevrilir. Və belə bədən spreyi, çox qəşəng, möhtəşəm qalıcılığı var. Ən gözəl Fabirlikin parfümlarından biri, Purtuju parfümü. Çox qəşəng. Bu parfüm də qəşəngdir, bax, çox qəşəng. Bunların qalıcılıqları da, ətirləri də superdir. Ancaq bu üçünün iyisi bir-birinə oxşarlığı var. Yəni xanım belə seçim edib və tuş. Bu tuşu daimi istifadə edir, bunu istədi və yeni tuşu mən məsləhət gördüm, bunu da götürdü. Belə pomada istədi. Çox qalan pomadadır, yəni bu dodaqdan getmir və yüngül blesk. Yüngül blesk, dodaq karandaşı, göz qələmi və qaş sabitləyici, biraz da bunun rəngi var. Elə qaş sabitləyici var, rəngsiz, bu rəngləndir. Beləsini xanım seçdi. Sonra belə bir həm highlighter, həm də pudradır, həm də rumyanladır. Həm highlighter, həm rumyanla, baxın, mini versiyada bu ürəklərə uyğun seçdi, özü istədi. Elə burasında da güzgüsü var. Yəni çox belə qəşəng sumkaya da yerləşən. İçi də çoxdur, belə balaca görsənməyə baxmayın. Bu da belə qeyri-adi bir məhsuldur. Bu da Fabirlikindir. Deməli, şarikovi dezodorant, günəş kremi, pudra fırçası istədi və tonalni üçün əlavə belə bir sponj götürdü. Bu sponj da Fabirlikindir, Beauty Blender kimindir. Yəni ki, bu da çox qəşəng, özdə yəni bahalı bir blenderdir da, yəni sponjdur. Və belə bir ten paleti seçdi. Bu həm qaş üçündür, həm də ten kimində istifadə etmək olar. Baxın, belə bir dəstə 210 manata bizdən zakaz etdi. Yəni kimsə istəsə öncədən səhifədə nömrə var, yaza bilərsiniz. Belə bir dəstləri yığırıq biz.